Xanım. Aybəniz xanım həyatda gəzirmiş bu bağçada. Birdən bu bağçada körlüğün içindən bir ilan çıxa. Aybənizin budunu dişliyə. Aybəniz özün içirə yıxıla yerə başlaya yerdə çırpınmağa, qıvrılmağa. Bunu da qonşu Dilqəm, rəhmətli Dilqəm eşlər. Dilqəm çıxar, nə olub, görək ki, qonşu Aybəniz həyatda qıvrılır. Bunun ayağından ilan sancıb, özünü çapardan ata həyata ki, yan qonşuya bir kömək eləmək lazımdır. Görür ki, bunun ayağından ilan vurur, bu yerdədir. Bilirsiniz də, yəni ilan ki, sancanda gərək həmin yeri sumurasan. Yəni dədə babadan belə bilmişik, zəhəri sumurmaq lazımdır. Yapışır Aybənizin ayağından başlayır somurmağa. Zəhəri qutarmır. İlan da zəhərə bax, zəhərin töküb Aybənizə. İsmət, Habibinə lahtələ, vəl-humi, vəl-habibinə müntəyekur. Həmin vaxtı bunun əri gəlir, çıxır söhbətin üstünə. Bu Aybənizin əri yapışır ki, bundan Adilqəm bir diyan, Adilqəm bu diyan, bu ağzı qopmur. Yanmaz. Adilqəm diyan hələ bu dəmdə götürür əlinə bir lapatcanı, kaburi həm də şər edir, vurur bu Dilqəmin başına. Bu Dilqəmin başına necə lapatca dəyirsə, Dilqəm başlayır yerdə qıvrılmağa. Hələ bu an görənlər deyir, bu körlüğün içindən ilan çıxır ki, nə yaxşı ki, mən yaxşı qutardım.